Hər vaxt xeyir olsun dəyərli izləyicilərimiz, sabahınız bərəkətli olsun. Yəni dünənki hərəkəti yəqin ki gördünüz. Biz yalnız və yalnız 25 ildir sizin üçün əlləşirik, sizin üçün vuruşuruq ki, tək sizin üçün bizim Azərbaycanın həm gənc, həm yaşlı nəsil, həm orta nəsil üçün daha xeyirli, bərəkətli olsun. Yəni dünən dediyimiz 800 dollarlıq bir hərəkət oldu, 500 dollar aşağı, 320 dollar yuxarı. Qızılda təbii ki mükəmməl bir nəticə verdi. Canlı olaraq dünən biz canlıda da, yəni burada olan 40 nəfərlik bir heyətlə, bir komanda ilə biz canlı əməliyyatları açdıq Qızılda, gəlirlə bağladıq. Yəni mükəmməl bir nəticə verdi. Yəni bugün nə olacaq? Yəni bildiyiniz kimi biz 800 dollar hərəkət haqqında, eniş haqqında məlumat verdik. 500 dollar dünən endi və 320 dollar qalxdı. Bugün yenidən devam edəcəkmi, etməyəcəkmi sualına gəldidə isə bizi izləyin və 25 ildir biz bunu paylaşırıq ki, sizin üçün yaxşı olsun və eyni zamanda ödənişsiz təlimlər də keçirik, ödənişsiz siqnal kanalları verir. Təbii ki, bir çoxları üçün maraqlıdır, ancaq sual verirlər ki, sizin xeyriniz nədir? Mənim xeyrim sizin qazancınızdır. Mənim xeyrim sizə həmişə yaxşı olmağınız mənim qürurumdur, fəxrimdir. Hər zaman sizə dəstəyəm və hər zaman da inşallah sizə dəstək olacağım. Təbii ki, bizim ünvanımız bəllidir. İstədiyiniz zaman WhatsApp nömrəmizə yazın, operatorlar vaxt təyinində görüşərik, ətraflı danışarıq. Azərbaycandakı olan bütün treyderlərə demək istəyirəm ki, istəyir yeni başlayanlar, istəyir az təcrübəsi olanlar, çox təcrübəsi olanlar, siz də uğurlu əməliyyatlar açmaq istəyirsinizsə, bu sirləri mükəmməl dərəcədə öyrənmək istəyirsinizsə, mütləq müraciət edin, sizə dəstək olacağım. Yəni dünən gördüyünüz kimi bundan əvvəl də 500 dollarlı qızılın qalxışı haqqında proqnoz verdim, mükəmməl bir nəticə ilə tamamlandı və 800 dolları eniş demişdim, 500 dolları endi, 300 dolları qalxdı, yəni 800 dollar bir hərəkət oldu. Yenidən enişlər üçün hara qədər gələcək və nə olacaq bugün? Yenidən yerli saatla saat 11-də bu davam edəcəkmi, etməyəcəkmi sualına gəldisə, bundan sonra hazırki vəziyyətdə 5222-dən 400 dollar, yəni enəcəkmi? Qiymət 4824-ə gələcəkmi sualına gəldidə isə İlk öncə qiymətin dönüş nöqtəsi 5080-81'lərdir. Yəni bundan aşağı formalarsa 5057-dən artıq satış əməliyyatları gələcək. 4958-lərə, 4896-lara və 4824-lərə. Qalxışlar olacaqmı? Təbii ki, qalxışlar alternativ ssenaride alış əməliyyatlarımız ardından gələcək. Qısa müddətli alışlar 5245'lər, 46'lardan gələcək. Yəni bu da ən azından bir 50 dollara yüksəlişlə 5295'lərə kimi. Növbəti alışlar isə 5305'lərdən, 5322'lərdən, sonraki alışlar isə 5338'lərdən, ilkin olaraq 5373 və 5436'lara qədər. Təbii ki, bu minvalla getsə 5478'lərə qədər gedəcək. Bir əzizlərim, özünüzə yaxşı baxın, inşallah görüşmək ümidi ilə.